Studiyamızın qonağı Kobiyanın Biznes və Xidmətlər Departamentinin müdürü Natiq Heydərovdur. Natiq müəllim, xoş gördük sizi studiyamızda. Xoş gördük sizi. Və bugün biz mikro, kiçik və orta biznesə dövlət dəstəyi mexanizmlərindən danışacağıq. Bilirik ki, bu istiqamətdə Kobiya böyük işlər görür və məhz bu işlər barədə bizim söhbətimiz olacaq. Və ilk sualım ondan ibarətdir ki, KOB-ların satış imkanlarının genişləndirilməsi niyə bu qədər vacibdir və KOB-lar satış və bazarlara çıxış sahəsində daha çox hansı çətinliklərlə üzləşirlər? Təşəkkür edirəm Orxan müəllim. Mən də bütün dinləyicilərin hamısını salamlayıram. Sizin suala keçəndə isə bildiyiniz kimi əslində keyfiyyətli məhsul uğurun əsas şərtlərindən biridir. Amma bu xüsusilə mikro-kiçik sahibkarlar üçün təkcə məhsul istehsal etmək kifayət etmir. Onu bazara çıxarmaq, müştəri tapmaq və düzgün satış kanalı qurmaq onlar üçün daha vacibdir. Siz bu sualı bir müddət əvvəl mənə versəydiniz, mən söylərdim ki, İlk öncə məhsulu istehsal etmək lazımdır. Bugünkü gündə artıq ümumi olaraq görürük ki, dəyişikliklər baş verir və günü-gündən belə deyim də sahibkarların satış istiqamətində artıq istəkləri və eyni zamanda istehlakçının istəkləri tamamilə dəyişir. Əvvəllər fikir versəydiniz ki, birinci məhsul istehsal olunurdu. Daha sonra isə məhsul kim əgər həmin məhsulu istəyirdisə özü gedib məhsulu tapırdı. Bugünkü gündə artıq dəyişilib. Məhsul artıq istəyəni insanları tapır. Burada indi bir yanaşma var ki, məhsul insanları tapır deyəndə ki, bir baxsanız görəcəksiniz ki, artıq məhsul insanları tapanda yeni süni intellekt dövrü gəldiyi üçün süni intellektlə yanaşma həyata keçirdirlər. Məhsul insanı tapanda bəs süni intellektin rolu nədən ibarətdir məsələsinə gələndə isə qeyd edeyim ki, süni intellekt artıq qarşı tərəfin insanların hansı məhsulu, hansı xüsusiyyətdə məhsulu istədiyini əvvəlcədən müəyyən eləyə bilir. Bugünkü dövr artıq süni intellektlə məhsulun istehlakçını və yaxud da ki, insanları tapmaq mərhələsidir. Ümumi olaraq qeyd edeyim ki, təcrübə göstərir ki, sahibkarlar əsasən satış kanallarına satış, çıxış, eyni zamanda bazarın düzgün təhlili, məhsulun daha geniş auditoriyaya təqdim olunması sahəsində ümumiyyətlə bu sahədə çətinliklərlə üzləşirlər. Məhz buna görə də dövlət tərəfindən təqdim olunan dəstək mexanizmləri onların inkişafı üçün real imkanlar yaradır. Bəs konkret olaraq Kobiya bu istiqamətdə sahibkarlara hansı satışa dəstək mexanizmləri təqdim edir? Əlbəttə ki, biz bu problemləri əvvəlcədən görmək üçün bir müəyyən bir sorğular həyata keçirdirik. Sorğular həyata keçirərkən görürük ki, daha çox sahibkarlar əsasən nədən əziyyət çəkirlər və onların çətinlikləri nədən ibarətdir və bundan sonra həmin o çətinliklərə uyğun olaraq dəstək mexanizmlərini qurmağa çalışırıq. Kobiya tərəfindən ümumi olaraq qeyd edeyim ki, satış imkanlarının genişləndirilməsi məqsədi ilə müxtəlif dəstək alətləri təqdim olunur. Bunlara iri ticarət şəbəkələrinə çıxışın dəstəklənməsi, sərgi və yarmarkalarda ödənişsiz iştirak, Kopfes sərgi satış yarmarkaları, sonra daxili bazar araşdırmalarına maliyyə informasiya dəstəyi daxildir. Bu alətlər sahibkarların məhsullarının daha geniş auditoriyaya təqdim etməsinə, bazar haqqında məlumatlı qərarlar qəbul etməsinə və rəqabət qabiliyyətinin artırılmasına kifayət eləyir. Natiq müəllim, ticarət şəbəkələrinə çıxışla bağlı bildirdiniz mövqeyinizi və KOB-ların iri ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi necə işləyir? Əvvəlcə qeyd edeyim ki, ümumi olaraq Kobiya tərəfindən 2018-ci ildən etibarən sahibkarların qeyd elədim kimi çətinliklərin biznesin qurulmasında, inkişafının ehtiyaclarının öyrənilməsində sorğular həyata keçirilərkən ən böyük çətinliklərdən biri sahibkarların iri ticarət şəbəkələrinə çıxışında çətinliklərin olması məsələsi idi. Bundan irəli gələrək məhz bu çağırışlara əsasən ölkə prezidentinin 1 dekabr 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrinin satışının genişləndirilməsinə dəstək qaydası təsdiq edildi. Bu qayda çərçivəsində mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışına artıq dəstək göstərildi. Qaydaya uyğun olaraq Kobiya müxtəlif ticarət şəbəkələri mağazalarında yerləri icarəyə götürür. Burada vahid stend quraraq satış nöqtələri yaradır və bu mexanizmdən də faydalanmaq istəyən mikro-kiçik sahibkarlıq subyektlərinin məhsulları tanıtım və satış məqsədi ilə orada yerləşdirilir. Bəs hansı tələblərə cavab verməlidir həmin o sahibkarlar?
Qeyd edeyim ki, bu dəstək çərçivəsində 2022-ci ilin yanvar ayından etibarən agentlik elektron qaydada mikro kiçik sahibkarlıq subyektlərinin müraciətlərinin qəbuluna başlamışdır. Sahibkarlar KOBİ-yə elektron qaydada müraciət edirlər. KOB subyektləri satış yerləri barədə məlumatı və bu dəstəkdən faydalanmaq üçün müraciət qaydasını KOBİ-nin rəsmi internet səhifəsindən tanış ola bilərlər. Bundan başqa da qeyd edeyim ki, əgər iri ticari şəbəkəsində məhsulları çıxarmaq istəyən sahibkarlar, əlbəttə ki, burada məhsulu onların satışa hazır olmalıdır. Yəni onun qablaşdırılması olmalıdır, ona tələb olunan müəyyən bir sənədləşmələr, sertifikatlar, bunların hamısı olduğu təqdirdə müraciət edə bilərlər. Müraciət etdikdən sonra isə ümumiyyətlə qeyd edeyim ki, satış sahəsində ilkin olaraq 3 ay ərzində məhsulların ora yerləşdirilir və onların satışı həyata keçirilir. Əgər zərurət olarsa və tələbatdan irəli gələrsə, bu 3 aydır müddəti uzadıla bilər. Bəs hal-hazırda neçə satış nöqtəsində KOB məhsullarının satışı həyata keçirilir və burada sahibkarlar üçün hansı imkanlar var? Hazırda qeyd edeyim ki, bu mexanizm çərçivəsində 7 satış nöqtəsi KOB məhsullarının ümumiyyətlə satışı təşkil olunur. 7 satış nöqtəsində sahibkarlar üçün ayrılmış bu məkanlar məhsulların həm təqdimatıdır, həm satışıdır, yeni müştərilərin tapılmasıdır. İri ticari şəbəkələrində iştirak baxımından da mühüm imkanlar yaradır. Bəs bu mexanizm tətbiq olunandan indiyədək hansı nəticələr əldə olunub? Ümumilikdə statistikaya nəzər salsaq, mən qeyd edeyim ki, bu dəstək çərçivəsində indiyədək 140-dan çox KOB-un məhsullarının ticari şəbəkələrində satışı təşkil olunub. Təkcə 2025-ci ildə isə ayrılmış satış nöqtələrində 45 KOB subyektinə məhsulların satışının həyata keçirilməsində dəstək olunub. Əlbəttə ki, bu da yerli məhsulların bazara çıxarılmasında və satış imkanlarının artmasına həmin o sahibkarlara öz töhfəsini vermişdir. Natiq müəllim, sərgi və yarmarkalarla bağlı indi söhbət eləyək. Ümumiyyətcə, ilk öncə istərdim ki, ümumi bir izah verək. Sərgi və yarmarkalarda iştirak KOB-lara hansı üstünlükləri qazandırır? Qeyd edeyim ki, agentlik mikro, kiçik və orta sahibkarlıq subyektlərinin həm daxildə, həm xarici bazarlara çıxışına, eyni zamanda satış imkanlarının genişləndirilməsinə, istehsal etdikləri məhsulun tanınılmasına dəstək məqsədi ilə ödənişsiz olaraq sərgi və yarmarkaların iştirakına köməklik göstərir. Bu dəstək mexanizmi məqsədi ondan ibarətdir ki, həm məhsul və xidmətlərin daha geniş kütləyə təqdim edilməsi, bununla da yanaşı yeni biznes əlaqələrin qurulmasına dəstək olmaqdır və eyni zamanda bu mexanizmdən faydalanmaq istəyən də KOB subyektləri satışa tam hazır olan məhsullar, yəni xidmət həmin sərgi zamanı KOB-yə müraciət edə bilərlər. Bəs KOB bu tədbirlərdə iştirak edən sahibkarlara hansı dəstəyi göstərir? Qeyd edeyim ki, ümumiyyətlə KOB baxır görür ki, hansı sərgilər ümumiyyətlə həyata keçirilir. Prioritet elan olunan sərgilərin hamısında KOB hamısında deməyək, müəyyən prioritet olan sərgilərdə KOB müəyyən bir stend götürür. Həmin o stenddə isə mikro kiçik sahibkarların orada yerləşdirilməsinə dəstək göstərir. Qeyd edeyim ki, mikro kiçik orta sahibkarlar həm bu sərgidə iştirakla bağlı tam ödənişsiz olaraq, yəni iştirak edə bilərlər. Bundan başqa da ki, statistikaya da nəzər salsaq, ümumi olaraq Azərbaycanda və xaricdə keçirilmiş 50 sərgi və yarmarkalarda 300-ə yaxın KOB subyektinə dəstək olunmuşdur. Burada qeyd oluna bilər ki, stenddə, yəni yerləşmə baxımından 10-a yaxın sahibkar orada iştiraki təmin olunur və sahibkarlar müraciət elədiyi təqdirdə, tutaq ki, kütləvi sahibkarlar var, müraciət elədiyi təqdirdə necə həyata keçirilir? Qeyd edeyim ki, birinci növbədə sərginin hansı konsepsiyaya uyğun olaraq həyata keçirildiyinə baxılır. Daha sonra isə müraciətlər növbəllik qaydasında həyata keçirilir. Növbəllik qaydasında həyata keçiriləndə isə sıralama mövqeyi baxımından yanaşılır məsələyə. Hansı sahibkar daha tez müraciət eləyibsə, həmin o müraciətə əgər həmin konsepsiyaya uyğundursa, o sahibkarın sərgidə iştirakına dəstək göstərilir. Və sizdən bu istiqamətdə görülən işlərin statistikasını və nəticələrini öyrənmək istərdik. İndiyənədək ümumiyyətlə qeyd edeyim ki, ölkəmizdə və xaricdə keçirilmiş 80-dən çox sərgi və yarmarkada 2000-ədək KOB-un iştirakına dəstək göstərilib. Təkcə 2025-ci ilə baxanda isə 85 KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 11 sərgidə ödənişsiz olaraq iştirakı tam təmin edilmişdir. Əlbəttə ki, bu sərgilərin keçirilməsi də həm məhsulların tanınılmasına, yeni tərəfdaşların yaranmasına və satış imkanlarının daha da genişlənməsinə öz töhfəsini vermişdir.
Natiq müəllim, COP-festlərdən danışdınız. Ümumiyyətcə, istərdim əvvəlcədən onu öyrənim ki, sizdən COP-fest sərgi satış yarmarkasının əsas məqsədi nədir? Bazarlara çıxış istiqamətində növbəti dəstək mexanizmlərimizdən də biri də COP-fest sərgi satış yarmarkasıdır. Biz ümumi olaraq yəni qeyd edeyim ki, sərgilər daha çox böyük şəhərlərdə həyata keçirilir. Lakin biz maraqlıyıq ki, regionlardakı olan sahibkarlar da öz məhsullarını daha çox tanıda bilsinlər və regionlarımız arasında belə deyim də sahibkarların bir-birindən koordinasiyalı qaydada əlaqələrin qurulmasına, tərəfdaşlıq imkanlarının genişləndirilməsinə şərait yaratmaq məqsədi ilə COP-fest sərgi satış yarmarkaları həyata keçiririk. Ümumiyyətlə qeyd edeyim ki, bu dəstək mexanizmi həmçinin də həssas əhali qrupuna aid olan sahibkarlıq subyektlərində satış imkanlarını artırmağa və istehsalçılar, istehlakçılarla bir platformada görüşdürməyinə, KOB-lar və təchizatçı şirkətlər arasında da işgüzar əlaqələrin qurulmasını hədəfləyir. Bəs bu COP-festlər bölgələrdə fəaliyyət göstərən KOB-ların satış imkanlarının genişləndirilməsinə necə dəstək olur? COP-festlərdən əsas xüsusiyyətlərindən biri onların əsas regionlarda qeyd elədim ki, regionlarda təşkil olunmasıdır. Bu yanaşma bölgələrdə olan fəaliyyət göstərən mikro və kiçik sahibkarların bazarlarının çıxışlarının genişləndirilməsidir. Onların daha çox istehlakçı ilə birbaşa təmas göstərmələridir. Eyni zamanda istehsalçılar və istehsalçılar vahid platformada bir araya gəlmələridir. Mən 2025-ci ildən bir nümunə kimi gətirsəm, 2025-ci ildə Göygöl və Göyçayda keçirilmiş 3 COP-festdə təxmini olaraq 220 sahibkar məhsul və xidmətlərini həmin COP-festlərdə təqdim etmişdilər. Və bildirdiniz ki, bu platforma vasitəsilə əlaqələr qurulur və belə deyək, əməkdaşlıqlar həyata keçirilir. Ümumiyyətcə, bu platforma yeni əməkdaşlıqların qurulmasına hansı töhfə verir? Qeyd edeyim ki, biz dəfələrlə şahid olmuşuq ki, COP-festlərdə ki, satış məkanı olan ümumiyyətlə yerlərdə bəzən digər regionlarda olan sahibkarlar məlumatsız olurlar. Biz bu COP-festləri keçirdəndə də əlbəttə ki, orada həm mədəni əyləncəli proqramlar olsun, həm əməkdaşlıq platformaları olsun, həm eyni zamanda master-klasslar da orada təşkil olunur. Gələcəkdə biznes əlaqələrin qurulması zamanı mən ümumi təcrübəmi qeyd edeyim ki, elə sahibkar olub ki, məsələn, regionlarda olan istehsalı görəndə qayıdıb məsələn geri dönüş eləyib ki, bizdə belə bir istehsalda mı var? Bu sualı veriblər məsəl üçün. Elə olur ki, şəhərdə olan sahibkarlar və yaxud da ki, digər regionlarda olan sahibkarlar başqa bir regionda fəaliyyət göstərən sahibkarların istehsal etdikləri məhsuldan məlumatsız olurlar. Məlumatsız olduğu təqdirdə isə bu həm alıcı tərəfdən digər sahibkar üçün problem yaradır, həm də ki, sahibkarın istehsal etdiyi məhsulun bazara çıxışında da problemlər yaradır. Onların bir-biri ilə koordinasiyalı əməkdaşlıq çərçivəsində isə artıq görürük ki, bir-birlərlə əlaqə qurdular və biri məhsul istehsal edir, biri satdı. Bazar bir də görürsünüz ki, adicə iki sahibkar arasında həyata keçirilir. Mən bilirik ki, məhsulu satmaq üçün bazar da araşdırılmalıdır. Xüsusilə yəni, daxili bazar araşdırılması bu baxımdan daha önəmlidir. Ümumiyyətcə, istərdim sizdən öyrənək ki, daxili bazar araşdırması nədir və biznes inkişafında hansı rol oynayır? Çünki kör-körənə malını satmaq da yəni, nəticə vermir, bunu gözəl bildik. Oxumam, siz qeyd elədiyiniz kimi də biznesin ümumiyyətlə uğurlu inkişafı üçün bazarın mövcud vəziyyətinin öyrənilməsi əlbəttə ki, xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə KOBİA sahibkarlara daxili bazar araşdırılmasının aparılmasında maliyyə və informasiya dəstəyi göstərir. Daxili bazar araşdırılması istehsalda, logistikada, marketinqdə, sertifikatlaşdırmada və digər sahələr üçün məlumatların həm toplanılmasını təmin edərək sahibkara düzgün qərarların qəbul edilməsində birbaşa olaraq köməklik göstərir. Daxili bazar araşdırması bir növdə sahibkarı gələcək risklərdən qoruyur. Bugünkü gündə sahibkar hər hansısa bir sahibkarlıq fəaliyyətinə başlayanda, istehsala başlayanda sahibkar müəyyən eləyir ki,
bizim daxili bazar araşdırması nəticəsində ümumiyyətlə bazarı varmı, onun qiyməti neçəyədirmi, ümumiyyətlə rəqabət apara biləcəkmi? Və bu sualların hamısını əlbəttə ki, o daxili bazar araşdırması nəticəsində əldə etdiyi hesabatdan öyrənə bilir. Bəs bildirdiniz ki, maliyyə və informasiya dəstəyi göstərir Kobiya sahibkarlar üçün bazar araşdırmalarına görə. Bəs bu hansı formada həyata keçirilir? Qeyd edeyim ki, bu mexanizm çərçivəsində mikro sahibkarların müraciəti əsasında aparılan araşdırmaların xərclərinin 80%, kiçik sahibkarların müraciətləri ilə həyata keçirilən araşdırmanın xərclərinin isə 50% dövlət tərəfindən qarşılanır. Dəstəyin ümumi olaraq qeyd edelim ki, maksimal məbləği isə 20 min manata qədərdir. 20 min manatı aşdığı təqdirdə qeyd edelim ki, yalnız dövlət tərəfindən 20 min manata qədər olan hissəsi ödənilə bilir. Qalan hissəsini isə sahibkar özü ödəməlidir. Bəli, özü ödəməlidir. İndiyənədək ümumiyyətlə sahibkarların müraciəti əsasında qeyd edelim 28, Kobiyanın özünün təşəbbüsü əsasında isə 42 olmaqla ümumilikdə 70 daxili bazar araşdırması aparılmışdır. Burada agentliyin təşəbbüsü ilə aparılan bazar araşdırması deyəndə biraz açıqlama vermək istəyirəm ki, nədir? Elə bir sahələr olur ki, məsələn, müəyyən baxırıq, görürük ki, bu ölkə üçün prioritetdir, bu istehsal ölkə üçün vacibdir və bu prioritetdən irəli gələrək agentliyin öz təşəbbüsü ilə daxili bazar araşdırmaları aparılır və hesabatlar tam olaraq bütün sahibkarlara açıq elan olunur və bütün sahibkarlar həmin o hesabatları həm öyrənə bilərlər, həm hesabatdan tanış ola bilərlər, gələcək istehsallarını quranda da həmin sahə üzrə biliklərə yiyələnirlər. Natiq müəllim, aparılan bazar araşdırmaları sahibkarlara hansı biznes qərarlarının qəbulunda kömək edir? Ümumi olaraq qeyd edeyim ki, bazar araşdırmaları sahibkarlara hansı məhsula tələbat olduğunu, hansı bazara daxil olmağın daha səmərəli olduğunu, sonra satış strategiyasının özünün qurulmasında və eyni zamanda investisiya qərarlarının hansı istiqamətdə verilməsində daha məqsədə uyğun olan bir sahədir. Ümumiyyətlə bu bazar araşdırması köməklik göstərir. Bu həm də ki, risklərin azaldılması və resurslarından ümumiyyətlə səmərəli istifadə baxımından da mühüm rol oynayır. Əlbəttə ki, burada sual oluna bilər ki, ümumiyyətlə bu dövlət dəstək mexanizmi nə üçün lazım idi? Bunu sahibkarın özü də həyata keçirdə bilərdi. Qeyd edelim ki, ümumiyyətlə sahibkar ilkin fəaliyyətə başlayarkən onların bazar araşdırması da kifayət qədər böyük bir məbləğ tələb eləyir, yəni araşdırma aparılarkən və eyni zamanda sahibkarların bu bazar araşdırmasından yan keçmələri də gələcəkdə onların problemlərə gətirib çıxartmaqlarına, hətta müflis olmaqlarına belə gətirib çıxarda bilər. Bu dəstək mexanizmi bir növ onlara bir stimul vericidir və eyni zamanda gələcək üçün risklərin azaldılması və bu cür belə deyim də hazır vəziyyətdə artıq nə etmək olduqlarını qərar vermək baxımından da böyük belə deyim də, yəni avantajdır bütün sahibkarlar üçün. Əlbəttə nəzərə alsaq ki, elə adından da göründüyü kimi mikro və kiçik sahibkarlıq, yəni onlar kiçik məbləğlərlə başlayırlar. Bu dəstəyin məncə doğrudan böyük faydası olur onlar üçün. Və yavaş-yavaş yekunlaşdıraq Natiq müəllim. Sahibkarlar Kobiyanın satışa dəstək mexanizmlərindən yararlanmaq üçün necə müraciət edə bilərlər? Qeyd edelim ki, ümumiyyətlə sahibkarlar Kobiya tərəfindən təqdim olunan satışa dəstək mexanizmindən yararlanmaq üçün agentliyin rəsmi internet resurslarının vasitəsilə elektron qaydada müraciət edə bilərlər. Həm ticari şəbəkələrinə çıxış, həm sərgi və yarmarkalarda iştirak, həm də bazar araşdırmaları ilə bağlı məlumatlar və eyni zamanda müraciət imkanlarının təqdim olunur həmin bizim rəsmi internet səhifəmizdə. Məqsəd odur ki, sahibkara bu dəstəyi daha sürətli və daha rahat yolla çatdırmaqdır. Ki, bayaq söylədiyim bütün bazarlara çıxış istiqamətində dəstək mexanizmlərinin hər biri barədə daha geniş və ətraflı məlumatların və eyni zamanda müraciət formasının özü də bizim rəsmi internet səhifəmizdə yerləşdirilib və rahatçılıqla sahibkar öz belə deyim də, yəni evində olsun və yaxud iş yerindən olsun, həmin rəsmi internet səhifəsinə girərək müraciət eləyə bilərlər. Aha. Və sonda istərdim ki, həmin o satış imkanlarını genişləndirmək istəyən və yeni bazarlara çıxmaq istəyən sahibkarlara tövsiyələrinizi verərdiniz. Qeyd edeyim ki, sahibkarlara ilk tövsiyəm odur ki, yalnız məhsul istehsalına deyil,
eyni zamanda satış strategiyasına da xüsusi diqqət yetirməlidirlər. Bazarı araşdırmaq, müştəri davranışını öyrənmək, satış kanallarını şaxələndirmək və dövlət tərəfindən təqdim olunan dəstək mexanizmlərindən aktiv istifadə etmək vacib məsələlərdən biridir. Bu gün KOB-lar üçün ticari şəbəkələri, sərgilər, KOBFEST platformaları, bazar araşdırmaları kimi real yəni imkanlar mövcuddur. Bayaqlam sadaladıqlarımda hansı ki geniş imkanlar mövcuddur. Bəli. Bu imkanlardan istifadə edən sahibkarlar yeni bazarlara daha sürətli çıxış əldə edə bilərlər və eyni zamanda bizneslərinin daha rəqabət qabiliyyətli şəkildə inkişaf etməsinə töhfə ola bilərlər. Təşəkkür edirəm ətraflı cavablarınız üçün Atiq müəllim. Minnətdaram sizə. Sizi yenidən studiyamızda görməyə şad olarıq. Çox sağ olun. Xatırladım ki, studiyamızın qonağı Qobiyanın Biznesə Xidmətlər Departamenti müdürü Natiq Heydərov idi. Bununla da iqtisadi həftə verilişi sona çatır. Facebook və YouTube-da bizim CBC FM Azərbaycan səhifələrinə abunə olmağı unutmayın. Sağ olun.